7-ci sinif növbəti mövzumuz səhifə neçədir bu? 18-i işləyirik. Ondan qabaqki mövzular videolarda var və bu mövzunun PDF-ini də qrupa göndərmişdim və ya bundan öncəki videoda əvvəlində yerləşdirmişəm. Bax, PDF-ə baxaraq dərsi birinci öyrən, sonra misallara qayıdaq. Deməli, gəl baxaq. Bu bölmədə, bu səhifədə cəmi bir misal var. Ona görə mən yəqin ki, o bir səhifədən də 7-ci tapşırığı deyərəm. Aha. Deməli, 6-cı tapşırıqda bizə deyir ki, bizə istəyir ki, yəni görüm 5-i buraxmadım. 5-i 5 də var imiş. Aha, 5 də var imiş. Oradan. Deməli, 5-ci tapşırığa görə bizə deyir ki, verilmiş mənfi ədədlərin moduluna əsasən müqayisə edin və sənə orada nümunə də verib. Nümunəni incələyərsən, amma ehtiyac yoxdur. Mən sənə çox rahat bir yol demişəm PDF-də. Elə PDF onun üçündür ki, bax, belə uzun-uzadı yazılmaların qarşısını almaq üçün. Və yəqin ki, kanalıma abunə olmusan, çünki kanalımı böyütmək istəyirəm, izləyici sayımı artırmaq istəyirəm və sizlərin sayəsində bunu etmək istəyirəm. Abunə olaraq izləyici sayımızı artıraq. Eyni zamanda ödənişsiz WhatsApp qrupumuza da qoşulun ki, bax, PDF-lər, KSG-lər, BSG-lər orada paylaşıram. Başlayaq. Deməli, mənfi 2,92 ilə mənfi 0,31 bunu müqayisə edəndə, əziz şagirdim, yadına saxla ki, daha kiçik olan modulca o əslində böyükdür. Vəssalam, onda böyük oldu mənfi 0,31. Bura baxıram, hansı kiçikdir mənfisini atsam? 1,8 daha kiçikdir. Deməli, mənfisini yerinə qaytarsam, əslində 1,8 daha böyükdür. Mənfi 9-da 5 böyükdür, yoxsa mənfi 12-də? Aha. Bunun üçün mən əvvəla təyin eləməliyəm ki, bu kəsirlərdən hansı böyükdür, hansı kiçikdir. Bunun üçün ortaq məxrəcə gətirirəm. 9-u 3-ə vuraq. Bunu da, yox, 9-u 4-ə vuraq. Bunu isə 3-ə vuraq. Niyə? Deməli, birincidə nə alınacaq? Birinci kəsir dönəcək 36-da 20-yə mənfi. İkinci kəsir dönəcək 36-da 21-ə. Təbii ki, mənfiləri yoxa çıxartsaq, mənfiləri götürsək, 36-20 daha kiçikdir. Amma biz demişdik ki, iki mənfini müqayisə edərkən kiçik olan böyükdür. Deməli, burada bu böyükdür. Aha, bura baxırıq. Burada da yenə bunu 3-ə vuraq, bunu 5-ə vuraq. Bu olacaq 15-də, buranı da 3-ə vuram axı, mənfi 9, bu isə olacaq mənfi 15-də 10. Təbii ki, 15-də 9-un modulu daha kiçikdir, lakin mənfilər olduğuna görə biz bunu böyük qəbul edirik. Sonra bura baxaq, mənfi 2,21 ilə mənfi 2,4. Mənfi 2,4-ü mən açıq yazsam, bu şəkildədir. Və təbii ki, 21 olan burada 44. Məsələn, iç 2 rəqəmi müqayisə eləsək, yəni onluqlar mərtəbə, onda birlər və yüzdə birlər mərtəbəslərini 2,21 daha kiçikdir. Lakin mənfilərdə biz demişdik ki, modulu kiçik olan böyüdür. Bura baxırıq. Mən bunu açıq yazsaq mənfi 4, 4, 4 gedir. Bu isə mənfi 4,25-dir. Təbii ki, modulca mənfi 4,25 daha kiçikdir. Lakin mənfi olduğuna görə bu ədəd böyük sayılır. 6-cı tapşırıq. Bərabərslərin doğru olması üçün boş xanalara uyğun rəqəmləri müəyyən edin. Deməli, mənfi 0,8 böyükdür mənfi 0-dan neçədənsə. Biz bilirik ki, mənfi 0,8 əgər böyükdürsə, burada yerləşən ədəd modul cəhətdən daha böyükdür.
Modul cəhətdən də. Çünki mənfilərdə kiçik böyük olubsa, onda buradakı ədəd bundan böyükdür. Yəni məsələn sən bura 0,9 yaza bilərsən. Bura baxaq. Mənfi 1,2 1,1 əgər buradan kiçikdirsə, deməli bu ədəd bundan böyük imiş. Onda bura məsələn 0 yaza bilərsən. Çünki biz bilirik ki, kiçik daha böyükdür. Məsələn, bura baxaq. Burada mənfi 4,1 və yanında hansı rəqəm var? Mənfi 4,18-dən kiçik. Yəni, normalda mənfi 4,18 böyükdürsə, bu deməli digərindən kiçikdir. Məsələn, buna yaza bilərsən 19 və nəhayət bura baxsaq, 27,5 buradakı ədəddən kiçikdirsə, deməli, buradakı ədəd əksinə 27,5-dən böyük ədəddir modulca. Onda bura, məsələn, 37 yaza bilərsən. Sonra 7-ci, boş xanaların yerinə hansı ədədlər ola bilər? Gəl baxaq. Deməli, bax, 4,8-dən böyük ədəd istəyir də. Və deyir, hər birinə aid 2 tam ədəd və 2 kəsr ədəd tap. Məsələn, 2 tam ədəd bir götürə bilərsən 5, bir götürə bilərsən, məsəl üçün 6. Bu 1. Kəsr ədəd olaraq isə götür, biri 5,1, biri də 6,1. Bax, 2 kəsr istəyirdisə bunları yaz, 2 tam istəyirdisə bunları yaz. Bura baxıram. 3,5-dən kiçik tam ədəd olaraq, məsələn, 1 tam yaza bilərsən, 2 tam yaza bilərsən. Kəsr olaraq 1,2 yaz, 2,2 yaz. 0-dan kiçik təbii ki, mənfi ədədlərdir. Birinə mənfi yaz, mənfi 1, mənfi 2. Kəsr olaraq mənfi 1,2, mənfi 2,2 yaz. 0,3-dən kiçik, məsələn, 0 tam da yaza bilərsən, mənfi ədəd yaz. Məsələn, mənfi 5 yazarsan, mənfi 6 yazarsan. Kəsr olaraq isə mənfi 5,7 yaz, mənfi 6,7 yaz. Sonra mənfi 2,1-dən böyük ədəd. Məsələn, 1 yaza bilərsən, 2 yaza bilərsən. Kəsr olaraq 1,7 yaz, 2,7 yaz. Bu qədər dəyərli şagirdim. Növbəti videoda görüşərik.